Let's mediate Russia first, okay? Amerika Birleşmiş Ştatlarının prezidenti Donald Trump Ağ Evdə jurnalistlərə açıqlama verib. O, Rusiya prezidenti Vladimir Putinlə apardığı telefon danışığının təfərrüatlarını bölüşüb. Prezident Trump'ın sözlərinə görə tərəflər arasında baş tutan telefon danışığında əsas müzakirə mövzuları Ukrayna və İran olub. Trump bildirib ki, Rusiya lideri Vladimir Putin ona İran-İsrail münaqişəsinin həllində vasitəçilik etməyi təklif edib. Ona dedim ki, gəlin əvvəlcə Rusiya və Ukrayna ilə bağlı vasitəçilik edək. Bundan sonra İran ətrafındakı vəziyyətlə məşğul olaraq, Trump deyib. O əlavə edib ki, İran tərəfi ABŞ-la danışıqlara başlamaq üçün rəsmi müraciət edib və hətta Ağ Evə gəlmək istədiklərini bildirib. Prezident bu müraciəti ciddi qiymətləndirdiklərini və hələ də dialoq üçün gec olmadığını vurğulayıb. İran hazırda hava hücumundan müdafiə vasitələrindən tamamilə məhrumdur. ABŞ-ın İrana hücum edib etməyəcəyini isə indidən deyə bilmərəm, Trump bildirib. Bu arada Wall Street Journal İran və İsrail arasında hərbi qarşıdurma davam etdiyi bir vaxtda Trump'ın İrana qarşı mümkün zərbə planlarının gizli şəkildə təsdiqlədiyi, lakin hələlik bu planların icrasına yekun razılıq vermədiyi bildirilir. Bloomberg nəşri də mənbələri istinadən məlumat yayıb ki, ABŞ-nin yüksək rütbəli rəsmiləri yaxın günlərdə İrana mümkün zərbə endirməyə hazırlaşır. Qeyd olunur ki, potensial hücum iyunun 21-22-sində həyata keçirilə bilər, lakin planların dəyişməsi ehtimalı var. Salə İskəndərova, Hümay Cəfərova, Mirat TV.